Qaradağ Sement fəaliyyətinin 10-cu il dönümü münasibəti ilə daha bir layihəyə dəstək verib. Səhmdar cəmiyyət bu dəfə sənətşünas yazıcı Sara Oğuz Nəsirovanın seçilmiş əsərlərindən ibarət Selected Works kitabının ingilis dilində nəşrinin yardımcısı olub. Sara Oğuz Nəsirova təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında və Fransanın Ali Avropa Jurnalistlər Məktəbində alıb. Sara Oğuz Nəsirovanın əsərləri və təsviri sənətə dair məqalələri keçən əsrin 70-ci illərindən Azərbaycanda və digər ölkələrdə də işıq üzü görüb. Müəllifin seçilmiş əsərlərindən ibarət Selected Works adlı növbəti kitabı Qaradağ Sement Açıq Tipli Səhmdar Cəmiyyətinin təsisçiliyi ilə ingilis dilində çap olunub. Kitabın nəşrində əsas məqsəd xarici ölkə vətəndaşlarında Azərbaycan incəsənəti, mədəniyyəti, adət-ənənələri haqqında geniş təsəvvür yaratmaqdır. Yüksək texniki, bədii zövqlə hazırlanan kitabda dərin mədəni köklərə malik Azərbaycan insanının obrazları zəngin xalq dili ilə canlandırılır. Kitaba daxil edilənlər müəllifin 20-ci əsrin 80-ci illərindən indiyədək yazdıqları əsərlər arasından seçilənlərdir. Təkrarsız üslubu ilə dəyərli faktları əks etdirən bu kitabın Azərbaycanı tanımayan və ya az məlumatı olan əcnəbi oxucularda geniş təsəvvür yaradacağı şəksizdir. Məşhur zərgərlik istehsalçısı Chopard paytaxtımızda yüksək kolleksiyasını təqdim edib.